Sabahınız xeyir olsun. Həftənin ən maraqlı mədəniyyət xəbərlərinin xülasəsi ilə afişa efirdədir. Xalq yazıcısı, görkəmli dramaturq Maqsud İbrahimbəyevin Püstə ağacı hekayəsi müharibə əleyhinə olan ən parlaq əsərlərdən biridir. Hekayənin uşağın adından aparılması isə onun təəssüratını daha da artırır. O, xatirələrini, illərin ağrı acısını oxucusu ilə paylaşır və qəhrəman onları özü ilə birlikdə ortasında böyük püstə ağacı bitən kiçik Bakı həyətinə aparır. Oxumamısınızsa, mütləq bu hekayəni oxumağı tövsiyə edirəm sizə və bu hekayə əsasında bir neçə dəfə müxtəlif mədəniyyət ocaqlarının səhnəsində tamaşalar hazırlanıb. Elə Maqsud İbrahimbəyevin Moskvada qeyd olunan 90 illik yubiley mərasimində də bu səhnə əsəri təqdim olundu. Rusiya büromuzun müxbiri İqbal İlqaroğlu tamaşanı izləyib. Moskvada Azərbaycan-Rusiyadakı səfirliyində Püstə ağacı adlı təknəfərlik tamaşa nümayiş olundu. Görkəmli Azərbaycan yazıcısı, dramaturq və kinematoqraf Maqsud İbrahimbəyevin eyni adlı povesti əsasında hazırlanmış tamaşa yazıcının 90 illik yubiley münasibəti ilə xatirə gecəsi çərçivəsində baş tutdu. Qeyd edək ki, müasir dövrdə də aktuallığını saxlayan Bakı həyətlərindən birində Püstə ağacının altında müharibədən sağ çıxan bir uşaq tərəfindən danışılan Maqsud İbrahimbəyevin hekayəsi müharibə əleyhinə ən təsirli əsərlərdən biri hesab olunur. Спектакль, который мы привезли по рассказу Максуда «Фисташковое дерево». Bugün bura gətirdiyimiz Püstə ağacı tamaşası gözəl rejissorumuz Vaqif Əsədov tərəfindən bizim mərkəzdə hazırlanıb. Tamaşanı ifa edən isə Azərbaycanın xalq artisti Fuad Osmanovdur. И на самом деле это не премьера. Əslində bu premyera deyil. Bu tamaşa oynanılıb, yenə də insanlar tamaşanı görmək istəyir. Bilirsiniz, mən əminəm ki, bu çox təsirli müharibə əleyhinə bir əsərdir. Мне так кажется, то есть даже не кажется, я уверена в том, что это очень сильное антивоенное произведение. Və bu tamaşa burada səfirlikdə oynamağın təbii olaraq öz həm maraqlıdır bizim üçün, çünki məkan başqa, tamaşaçılar başqa, teatra yanaşma başqa, həm də məsuliyyətlidir təbii olaraq. Və bu mənada bizim bu tamaşamız və nə yaxşı ki, bu il bildiğiniz kimi prezidentin fərmanı var, Maqsud İbrahimbəyevin 90 illiyi keçirilməsindən ötürü və bu mənada bugün burada oynamaq xüsusi bir bizim üçün əhəmiyyət daşıyır. Tədbirdə çıxış edən Azərbaycan-Rusiyadakı səfiri Rəhman Mustafayev bildirdi ki, Maqsud İbrahimbəyev Azərbaycan ziyalılarının ən parlaq və rəngarəng simalarından birinə çevrilməklə yanaşı, həm də mədəni inteqrasiyada müstəsna rol oynayıb və onun əsərləri Azərbaycan ədəbiyyatının inkişafına böyük təsir göstərərək onun qızıl fonduna haqlı olaraq daxil olub. Diplomatın sözlərinə görə Maqsud İbrahimbəyevin fəaliyyəti Rusiya və Azərbaycan mədəniyyətləri arasında əsl körpü olub. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə çıxışında qeyd etdi ki, Maqsud İbrahimbəyevin İçərişəhərdə yaradıcılıq mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılıb və mərkəz ədəbi ruhun hökm sürdüyü, yeni yaradıcılıq ictimaiyyətinin formalaşdığı mühüm məkana çevrilib. Мы открыли Центр творчества большого человека, выдающегося писателя Мaqsud İbrahimbəyeva. Я считаю, что Tədbir çərçivəsində həmçinin İçərişəhərdə Maqsud İbrahimbəyevin adını daşıyan mərkəzin açılışından bəhs edən video çarx da nümayiş etdirildi. Fuad Osmanovun ifasında Püstə ağacı tamaşası isə tədbir iştirakçılarının gürültülü alqışları ilə sona yetdi. İqbal İlqaroğlu, Real Televiziyasının Rusiya bürosu, Moskva. Bülbülün Memorial Muzeyində Azərbaycanda ilk və yeganə ödənişsiz əsaslarla əməkdar artist Ramil Qasımovun yaratdığı, dahi Bülbülün miras qoyduğu Azərbaycan Vokal Məktəbinin ənənələrini daşıyan, gələcək nəsillərə ötürən Bülbül Vokal Məktəbinin ilk buraxılışı baş tutub. İlk məzunlar təltif edilib,
Yaxın günlərdə isə yeni tələbələrin seçimi üçün müsabiqənin elan olunacağı nəzərdə tutulub. Salamlayıram. Bugün artıq Bülbül Vokal Məktəbində 2 il təhsil almış bizim tələbələrin ilk diplomları təqdim olunacaq. Bu Azərbaycanda yaradılan Bülbül Vokal Məktəbi bizim Azərbaycan Professional Vokal Məktəbimizin banisi Dahi Bülbülün adını yaşatmaq, onun zamanında bizə miras qoyduğu ənənələri bugünkü nəslə çatdırmaq və Azərbaycan Klassik Vokal Məktəbimizə onun ənənələrinə sadiq olan gəncləri yetişdirməkdir. Və bu missiyanı da biz öhdəsindən gəlirik. Azərbaycanda ilk və yeganə ödənişsiz əsaslarla əməkdar artist Ramil Qasımovun yaratdığı Dahi Bülbülün miras qoyduğu Azərbaycan Vokal Məktəbinin ənənələrini daşıyan, gələcək nəsillərə ötürən Bülbül Vokal Məktəbi ilk məzunlarını yola saldı. 2023-cü ildə fəaliyyətə başlayan məktəbə bugünədək yüzlərlə müraciət olunsa da yalnız müsabiqədən keçən tələbələrə 2 il ərzində mütəmadi olaraq vokal dərsləri tədris edilib. Bu müddət ərzində Bülbül Vokal Məktəbinin tələbələri bir sıra tədbirlərdə, konsert proqramlarında, festivallarda çıxış ediblər. Bülbülün Memorial Muzeyində baş tutan təqdimat mərasimində məktəbin təsisçisi və direktor əməkdar artist Ramil Qasımov və məktəbin müəllimi, əməkdar artist İnarə Babayeva tələbələri təbrik edərək diplomlarını təqdim edib. Həqiqətən də Dahi Bülbülün adını daşıyan bu məktəbin ilk məzunlarından olduğum üçün çox qürurluyam, çox sevincliyəm və Dahi Bülbülün sənətini hər zaman gənc ifaçı olaraq yaşadıb, yaratmağa hər zaman hazıram. Bülbül Vokal Məktəbi Azərbaycan Respublikasında ilk ödənişsiz əsaslarla fəaliyyət göstərən ilk vokal məktəbidir. Mən fəxr edirəm ki, Bülbül Vokal Məktəbinin tələbəsi və məzunuyam. Bülbül Vokal Məktəbində oxuduğum üçün çox şadam. Mən buranın məzunu olmuşam və bununla da fəxr edirəm. Çox qürur edici bir hissdir. Ramil Qasımov bildirib ki, bu məktəb tələbələr üçün böyük bir uğur yolunun başlanğıcıdır. Eyni zamanda o, yeni tələbələrin seçimi üçün yaxın günlərdə müsabiqəsinin elan olunacağını qeyd edib. Xalq yazıçısı Elçinin baş romanı əsasında hazırlanan eyni adlı tamaşaya ictimai baxış keçirilib. Teatrın bədii rəhbəri, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissor quruluşunda hazırlanan möhtəşəm tamaşanı səhnəyə gətirmək sözsüz ki, böyük zəhmət və istedad tələb edir. Elçinin baş romanı olduqca mürəkkəb və çox şaxəli bir əsərdir. Bu romanı səhnələşdirmək qərarına isə rejissor orada toxunulan aktual məsələlər səbəbindən gəlib. Tamaşanın premyerasının yeni mövsümdə sentyabr ayında keçirilməsi nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin baş romanı əsasında hazırlanan eyni adlı tamaşanın ictimai baxışı keçirilib. Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacı Əskərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır. Hər şeydən öncə imperiya var. Demək, Azərbaycan. Gəncə xanlığı. Olsun Gəncə xanlığı. Tamaşada xalq artistləri Rafiq Əzimov, Hacı İsmailov, Kazım Abdullayev, əməkdar artistlər Füzuli Hüseynov və Farzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Cavidan Novruz, Tural İbrahimov, Nəzrin Abdullayeva və başqaları çıxış edirlər.
Vesselam. Sonra neylemişsin? Şahım, ben dedim ki 40 gün mühlettir. Hele 40 gün geçmeyip, hele 34 gün keçip, ben işimi bitirmemişim. Deməli 40 gündən Baş 19-cu əsrin əvvəllərində mənşəcə gürcü olan Rus generalı Sisyanovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisyanovun başının kəsilib Fətəli Şah Qacara göndərilməsi və bundan sonraki gərgin mənəvi siyasi hadisələr təşkil edir. Sisyanovun başının metafizik səyahəti geniş bir coğrafiyada, Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir. Tamaşa hadisələrin cərəyan etdiyi coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks etdirir. Şecerem bitecek. Ah, o zaman ben size verdiğim vaat yerine yetecek. Atam Qarabağlı ve Şuşalı İbrahim Han'ın qətlində senin elin nökəri lisəni için üstündeyim. Onu da bilirəm ki siz benim şeceremin ahırına çıkmışsınız. Lanet olsun siz. Ya Allah. Bu neymiş? Bu buyruk kuluydu. Şuşa müsibətinin cəzasını bunların hökümdarına ver, eşidirsən məni? Eşidirsən məni? Rejissorun əsas məqsədi birləşə bilməyən Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir. Tamaşanın premyerasının yeni mövsümdə sentyabr ayında keçirilməsi nəzərdə tutulub. Avstriyada fəaliyyət göstərən Viyana Mədəniyyət Mərkəzində bu ölkədə yaşayan Azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib. Başda Mədəniyyət Naziri Adil Kərimli olmaqla baş tutan görüşdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik münasibəti ilə bu il Viyanada səhnələşdiriləcək Arşın Malalan operettasının yaradıcı heyəti tamaşanın ilk afişasını cənab nazirə təqdim edib. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Avstriya Respublikasına səfər edib. Səfər çərçivəsində Viyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində nümayəndə heyətinin bu ölkədə yaşayan Azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, xalq artisti Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli də iştirak ediblər. Mədəniyyət Naziri Adil Kərimli və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açılış nitqi ilə çıxış ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi 2013-cü ildə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təntənəli şəkildə baş tutmuşdur. Bu illər ərzində biz 200-dən artıq konsert, sərgi, təqdimat və digər tədbirlərə ev sahibliyi etmişik. Azərbaycan mədəniyyətini və incəsənətini Avstriya ictimaiyyətinə təqdim etməyə çalışırıq. Biz çalışırıq ki, Azərbaycan və Avstriya arasında mədəni körpülər qurulsun. Ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə də mədəniyyət sahəsində çox ciddi layihələr, çox ciddi tədbirlər həyata keçirilməkdədir. Təbii ki, bunların arasında Azərbaycan mədəniyyətinin dünyaya tanıtılması, Azərbaycan mədəniyyətinin dünyada insanlarla təmas, kontakt və bütövlükdə onların ən vacib olan sevgisini, məhəbbətini qazanmaq üçün
ən uğurlu bir alət kimi istifadə edilməsi istiqamətində vacib tapşırıqlar və vacib layihələr həyata keçirilməkdədir. Təbii ki, Azərbaycan və Avstriya arasında çox gözəl və təşəkkür tapmış münasibətlər mövcuddur. Ölkə rəhbərləri səviyyəsində görüşlər və çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Təbii ki, bu eyni zamanda mədəniyyət sahəsində də öz əksini tapır və xüsusilə də mədəniyyət mərkəzimizin, Avstriyada olan mədəniyyət mərkəzimizin doğrudur, mən ilk dəfədir, amma fəaliyyəti ilə artıq biz çox yaxından tanış olmuşuq və düşünürəm ki, bu mərkəzlə, bu fəaliyyətlə fəxr etməyə dəyər. Sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə bu il Viyanada səhnələşdiriləcək Arşın Malalan operettasının yaradıcı heyəti tamaşanın ilk afişasını Adil Kərimliyə təqdim edib. Tədbirin bədii hissəsində Avstriyada yaşayan Azərbaycanlı incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Onun adı Azərbaycan rəqs sənətində silinməz izlər buraxıb. Böyük istedad və fədakarlıqla yadda qalan bir sənətkarın adı kimi yazılıb milli rəqs tarixinə. O, təkcə rəqqas yox, həm də rəqs sənətinin dərinliklərini dərk edən, onu yeni zirvələrə qaldıran bir sənət fədaisi olub. O, əslində rəqsin özü idi. Coşqun, etirazlı və möhtəşəm. Söhbət milli xoreografiya sənətinin banisi və böyük bilicisi, xalq artisti Əlibaba Abdullayevdan gedir. Ailə üzvləri, sənət yoldaşları ilə birlikdə onun xatirəsini yad etdik. Azərbaycan rəqs sənətinin əbədiyaşar simalarından biri, xalq artisti, rəqqas və ya xoreoqraf Əlibaba Abdullayevin ailəsi ilə görüşmək şansını əldə etdik. Bu görüş bizə böyük sənətkarın zəngin irsini, yaratdığı unikal rəqsləri və ruhunun hələ də yaşadığı isti ailə ocağını daha yaxından tanımaq imkanını verdi. Bu mücrünü anam üçün gətirmişdi Moskvadan. Anamın ad günü 8 Mart idi. Bu mücrünü gətirdi. Dedi ki, bunu sənə təbrik eləyirəm səni. Bunu gətirmişəm sənin üçün. Sonra dedi ki, bilsən nə var? Sən burada bundan istifadə eləmə. Mən bunu rəqsdə, bu mənə gərək olar. Ondan sonra onun Neftçi rəqs kollektivi var idi. Onu yaratmışdı o festivala getmək üçün 1957-ci ildə Moskvada keçirilən Ümumdünya festivalına. Və bu o kollektivdə bu futbolçu rəqsini qurmuşdu. Deməli, səhnədə oğlan sevdiyi qıza bu mücrünü təqdim eləyir, onu nəyləsə güman ki, təbrik eləyir, hədiyyə verir ona. Qız mücrünü qapağını açanda futbol marşı başlayır. Bu dəmdə orkestrda bu futbol rəqsini bərddən çaldırır. Çünki zalda oturanlar var da, bu onlara çatmaz bunun səsi. Xalq artisti Əlibaba Abdullayev 1915-ci ildə Bakıda anadan olub. Erkən yaşlarından rəqsə böyük maraq göstərib. Onun bu sahədəki ilk adımları Azərbaycan Dövlət Rəqs Ansamblında başlayıb və qısa zamanda öz fitri istedadı ilə seçilməyə başlayıb. Rəqs ansamblında çalışdığı illərdə o,
Azərbaycan milli rəqslərinin incəliklərini dərindən mənimsəyib, hər bir hərəkətində milli ruhu və hissləri ustalıqla əks etdirib. Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 36-cı ildə o yaranmışdı. Üzeyir Hacıbəyev onu yaratmışdı. Atam o Filarmoniyada Mahnı və Rəqs Ansamblının yaradıcılarından biridir. Üzeyir Hacıbəyev 35-ci ildə. Atamı görür Abilov adına klubda. O vaxtı o rəqqas seçir. Filarmoniya, Mahnı və Rəqs Ansamblı istəyir yaratsın, rəqqas seçir. Gedir rəqslərinə baxır bunları, oradan rəqqas seçir. O atamı seçir orada. Atamı seçir, deyir Əlbala, adını çəkir. Heç kəs danışmır. Yenə də deyir Əlbala. Atam axırı çıxır qabağa, deyir ki, Üzeyir bəy, bəlkə Əlbaba deyirsiniz. Mən Əlbabayam. Hə, deyir, oğul, səni deyirəm. Mən sənin, deyir, qartal kimi, o şaliko deyirdi. Şaliko rəqsində, deyir, oynamağı o görmüşəm. Odur ki, mən sənin adı çəkirdim. Onun ifasında qaytağı, yallı, tərəkəmə kimi milli rəqslər yeni nəfəs alıb, tamaşaçıları unudulmaz anlar yaşadıb. Əlibaba Abdullayev sadəcə texniki cəhətdən mükəmməl rəqqas yox, həm də rəqsin ruhunu hiss edən, onu yaşadan bir sənətçi idi. Hər bir ifasında o, rəqsin personajını, onun daxili dünyasını tamaşaçıya çatdırmağı bacarırdı. Onun səhnədəki enerjisi, qaməti və plastikası tamaşaçıları valeh edirdi. Əlibaba Abdullayev təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də Azərbaycan rəqs sənətini ləyaqətlə təmsil edib. O, beynəlxalq festivallarda və müsabiqələrdə uğurla çıxış edib, milli rəqslərimizin şöhrətini yayıb. Onun fəaliyyəti sayəsində Azərbaycan rəqsi beynəlxalq arenada daha da tanınıb və sevilib. Əlibaba Abdullayevin Azərbaycan kinosu tarixində də müstəsna xidmətləri olub. Səbuhi, Görüş, Olmasın bu olsun, Əhməd haradadır, Seyirli xalat, Dəli kür, Ulduzlar sönmür, Əmək və Qızıl gül və 20-dən çox bədii və sənədli ekran əsərləri onun rəqslərinə quruluş verdiyi filmlər sırasındadır. Ruhu şad olsun Əlibaba müəllimin, bugün biz onu yad edirik. Əlibaba müəllim dahi sənətkarı. Yəni Əlibaba müəllim bu necə ki Üzeyir Hacıbəyli bizim peşəkar musiqinin banisi idi. Əlibaba müəllim də səhnə quruluşunda olan bizim milli rəqslərimizin banisi idi. Yəni Əlibaba müəllim bu məktəbi qoydu bizim üçün getdi. Əlibaba müəllim olmasaydı, elə bilmək olmazdı biz nə cür bir sənət yolunda olacaqdıq. Yəni Əlibaba müəllim çox istedadlı sənətkar idi. Həm rəqqas kimi, həm xoreoqraf kimi, həm baletmeister kimi, həm pedaqoq kimi, həm insan kimi də çox gözəl insan idi. Yəni Əlibaba müəllimin qurduğu rəqslərdə 200-dən yuxarı qurduğu səhnə rəqslərində bizim milli ruh, milli kökümüz, milli ənənələrimiz, adət-ənənəmiz, folklorumuz, musiqimiz, milli geyimlərimiz, yəni milli rəqslərimiz bizim milli sərvətimizdir. Onun 30-cu illərdə bir çəkilişi var, Əminə Dilbazi ilə rəqs eləyirlər. Çuxada, ağ başlıqda, ağ uzunboğaz çəkmələrində elə gözəl rəqs eləyir ki, orada yəni onun rəqsi xoreoqraf tərəfdən quruluş verilən rəqs deyildi. Onun içindən gələn rəqs idi. O elə iti hərəkətləri ilə, dırnaq üstə oynamağı ilə, havadan tullanırdı, düşürdü dırnaq üstlərinə. Əminə Dilbazının ətrafında bir gözəl rəqs canlandırırdı ki, yəni mən deyərdim ki, mən Qafqazda elə içindən gələn bir rəqqas görməmişəm. Yəni çox belə dahi rəqqas idi, həm də dediyim kimi xoreoqraf idi, verildiyi quruluşlarda. Bəli,
Baba Abdullayev sadəcə bir rəqqas deyildi. O, hərəkətlərlə hekayələr danışan, ruhunu səhnəyə köçürən əsl sənət seyirbazı idi. Onun qurduğu rəqslərin sayı hesabı yox idi. Hər bir rəqs sanki onun tükənməz fantaziyasının, dərin hissiyatının aynası idi. O, musiqini təkcə eşitmirdi, onu yaşayır, hər notu bədənində canlandırırdı. Quruluş verdiyi rəqslər isə sanki zamanın sərhədlərini aşaraq bugün də tamaşaçıları valeh edir. Azərbaycanın zəngin mədəni irsini dünyaya çatdırır. Bugün onun quruluş verdiyi rəqslərdən müasir xoreoqraflar da geniş istifadə edir. Ailə üzvləri ilə söhbət edərkən Əlibaba müəllimin təkcə səhnədə deyil, həm də evdə necə bir insan olduğunu daha dərindən anladıq. Onlar xatirələri təzələdikcə sənətkarın həm zəhmətkeş, həm tələbkar, həm də sonsuz dərəcədə mehriban və qayğıkeş tərəfləri üzə çıxdı. Ailəsi Əlibaba Abdullayevin sənətə olan bağlılığını, yaradıcılıq eşqini və hər zaman yeniliklər axtarışında olmasını böyük fəxrlə dilə gətirdi. Onlar qeyd etdi ki, Əlibaba müəllim evdə də rəqs haqqında düşünər, yeni ideyalar üzərində işləyərdi. Mənim atamın, Əlibaba Abdullayevin deməli fantaziyası çox zəngin idi. O nəysə görəndə birdən nəyisə görürdü, deyirdi ki, bu mənə lazımdır. O təqvim olurdu, o alırdı. Hər il, ilin axırında təzə ilin təqvim alırdı. Onun orada nəyi xoşuna gəlirdi? Orada görsün ki, balaca şəkillər olurdu. Bir gün şəkildə, deməli, bu ovçular, Vasili Pirovun Rus deməli sənətkarının bu əsəridir. Bu Rus sənətkarının əsəridir, Vasili Pirovun. Deməli, bunu təqvimdə bu görüb, cırır, qoyur özü üçün ki, bunu Vasili Pirovun bu şəklinə bu rəqs quracaq. Biz də bilmirik də, indi filarmoniyada bu gedir, nə rəqsi qurur, nə edir, bizim xəbərimiz olmur. Bu bizi aparır ancaq premyeralara. Deməli, hansı rəqslərin deməli, proqram verir, tutalım, bir adileni üçün 2 adileni proqram hazırlayırdı, verirdi. Deməli, orada biz də oturmuşuq, baxırıq parterdə, zanəves, bu pərdə bağlıdır. Pərdə açılır, zalda da hamı sus oturub da, indi gözləyir ki, orada nə olacaq, pərdə açıldı. Pərdə açılanda, deməli, əl gedir bu şəkilə. Deməli, bu rəqqaslar, hamısı bax belə formada, necə burada, çanta ilə, ov tüfəngi ilə, bunlar biri saqqallıdır, biri nə bilim papaq başında, o biri nə belə. Bax, belə formada, elə bil ki, bax, bu şəklin, o əsərdəki şəkil oradadır, səhnədə. Bu, zalda oturanlar o saat əl gedir. Gürültünü əl gedir və bu şəklin o fantaziyasına onun ki, bizə rəqs göstərir o şəkillə əlaqədar. Təəssüf ki, Əlibaba Abdullayev 65 yaşında 1980-ci ildə vəfat edib. Lakin onun Azərbaycan rəqs sənətinə verdiyi töhfələr əbədidir. O, öz ifası və sənəti ilə gələcək nəsillərə böyük bir miras qoyur. Bugün də Əlibaba Abdullayevin adı Azərbaycanın rəqs sənəti tarixində qürurla xatırlanır və gənc rəqqaslar üçün bir ilham mənbəyi olaraq qalır. Əlibaba Abdullayevin xatirəsi onun yaratdığı ölməz sənət əsərlərində, davamçıları olan rəqqasların hərəkətlərində və ən əsası sevimli ailəsinin qəlbində yaşayır. Bu görüş bir daha sübut etdi ki, əsl sənətkar heç vaxt unudulmur. O, nəsillərdən nəsillərə ötürülən bir miras kimi yaşamağa davam edir. Əlibaba Abdullayev sözün əsl mənasında rəqsin özü idi.
coşqun, ehtiraslı və möhtəşəm. Vəssalam, afişanın bu həftəyə, həmçinin elə bu aya da təqdim edəcəyimiz son mədəniyyət xəbərini izlədiniz. Növbəti həftələrdə görüşənədək sağ olun, salamat qalın.